Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda sizinlə ABC Akademiyinin biologiya sınaq toplusuna aid olan ikinci sınağın suallarının izahını verəcəyik. Başlayırıq birinci sualdan. Deyir ki, birinci sualda aşağıdakı cədvəldə 3 fərqli DNT molekullarındakı fərqli strukturların sayı verilmişdir. Gördüyümüz kimi pentozaların sayı A göstərilib, timinin sayı birində 45, birində 75, birində C ilə işarə olunub. Hidrogen rabitələrinin sayı isə birində 210, birində sadəcə H qoyulubdur, tapmaq lazımdır. Digərində isə 200 qoyulubdur. Deyir ki, bu DNT molekullarının nukleotit sayları bərabər olduğuna görə, bax bu cümlədən biz başa düşməliyik ki, hamısında pentozaların sayı A qədərdir. Çünki hər bir nukleotin tərkibində bir ədəd pentoz olduğuna görə və nukleotlərin sayı bərabər olduğuna görə elə pentozaların da sayı bir-birinə bərabər olmuş olur. Aydındır. Bunu qeyd elədik. Sonra deyir ki, bu nukleotit sayları bərabər olduğuna görə C, H və A-nı müvafiq olaraq hansı rəqəm olmalıdır? Bizə demək, birincidə hidrogen rabitənin sayını 210 verib, timinin sayını 45 veribdir və pentozanın, yəni nukleotlərin sayını tapa bilərik buradan. Biz düstur olaraq bilirik ki, hidrogen rabitə bərabərdir. Hidrogen rabitə bərabərdir. 2 dənə adenin və yaxud da timin da gəlsin 3 dənə guanin və yaxud da stozinə. Hidrogen rabitəsinin yerinə 210 qoydum. Bərabərdir. 2 vurulsun 45. Üstə gəlsin 3 dənə guanin. 210 bərabərdir. 90 üstə gəlsin 3 guaninə. 3 guanin bərabərdir. 210-dan çıxıram 90-ı. Yerdə qalır burada 120. Guanin sayımız da görünür burada 120-ni 3'e böləndə 40 dənə. 40 dənə guaninimiz varsa, stozin sayımız da elə 40 dənədir. Timinimiz 45 dənə idisə, adenimiz də nədir? 45 dənədir. Cəmi nə qədər nukleotid oldu? Nukleotid sayı bərabər oldu 170-ə. Yəni nukleotid sayı 170-dirsə, A-nın da qiyməti, yəni pentozanın da sayı 170-dir. Pentozanın da sayı 170-dir. 170 A-nın qiyməti olaraq bir C bəndində verilib, bir də Y bəndində verilib. Demək ki, digər variantlar doğru deyil. Davam edirik. Həmçinin ikinci DNT molekulunda da bu A-nın yerinə, bax bura A-nın yerinə mən 170 dənə pentoza yazaram. Düzdür. Bu 170 dənə pentoza olan yerdə 170 nukleotid var deməkdir. İndi burada bizə nə veribdir? Deyirdi ki, timinin sayı 75'dir. Onda adeninin sayı da 75'e bərabər olacaq. Mən 170'dən bu 75'ləri çıxan zaman yerdə qalır 20 dənə nukleotid ki, bu da guanin ilə stozinin cəmidir. Onda burada guaninin sayı bərabər olur 10'a, stozinin sayı da bərabər olur 10'a. Ümumi nukleotidin sayı 170 idi, guaninin sayı 10'dur. Hidrogen rabitəni buradan tapa bilərəmmi? Bəli, ümumi nukleotid üstə gəlsin guanin və yaxud da stozin sayından. Mən 170'in üzərinə 10 gələrəm, taparam 180 dənə hidrogen rabitə. Deməli, H-ın qiyməti oldu 180. Yəni C variantı doğru cavab olacaq, amma 55'i də tapmağa çalışaq. Yenə üçüncü DNT molekuluna görə baxdığımız zaman isə yenə burada 170 dənə pentoza götürürük və timinin sayını istəyir bizdən. Düzdür? 170 pentoza 170 nukleotid deməkdir. Hidrogen rabitəsi bərabərdir. Ümumi nukleotid üstə gəlsin guanin düsturundan. Hidrogen rabitənin yerinə 200 qoyub, bərabər eləyir nukleotidin sayı 170, üstə gəlsin guaninə. Guanini buradan tapanda 200'dən mən 170'i çıxıram, yerdə qalır 30 dənə guanin. 30 guanin varsa, 30 dənə də stozin var. Elədir. Mən 170 nukleotiddən
30 guanini, 30 sitozini çıxanda qalır 110 dənə nukleotid adenin ilə timinin cəminə. Onda bunun 55 dənəsi adenin olur, 55 dənəsi də timin olmuş olur. Yəni timinin də qiymətini tapdıq. Yəni buradan da bizim cavab versiyamızın C bəndi olduğu görsənilir. Biraz çox uzun tipdə gedən bir məsələdir. Əslində şifahi şəkildə hesablaya bilənlər daha rahat hesablaya bilər. Amma mən burada hər bir şeyi açıq-aydın yazmaq istədim ki, rahat bir şəkildə görə biləsiniz. Gəldik ikinci suala. İkinci sualda bizə deyilir ki, verilmiş qida şəbəkəsində bitkinin üzərinə 250 milyon kilojul günəş enerjisi düşmüşdür. Demək ki, bu 250 milyon 100%'dir. Bitkinin üzerine düşen ise 1% olur da. Bunu tapanda bu edir 2 milyon 500 min. Bitkinin özündə. Deyir ki, neçənci canlının bədənin qurulmasına enerjinin maksimum 100 min kilojolu keçmişdir. Maksimum deyirsə 20% keçibdir. 20% dediğimiz zaman, 20%'i nəzərdə tuttuğumuz zaman 5'e bölə-bölə getməliyik. 250 mini, yok 2 milyon 500 mini. 5'e böləndə bu edir 500 min. Bu birinci konsumentdədir. 500 minin özünü mən 5'e böldüyüm zaman alınır burada 100 min. Aha, 100 min deməli ikinci konsumentdə olacaq. Burada ikinci konsumentlər hansılardır? Bax burada sil salamandıra, ayı, ikinci konsumentdir. Bu vaşaqa oxşuyur. Tülküdür, ikinci konsumentdir. Dovşandan qidalanır. Daha sonra bayquş, qartal, düzdür. Bir də bax bu quş nədirsə artıq hansısa bir quşdursa, yəni tırtılla qidalanır ki, bu da ikinci konsumentlərə aiddir. Ona görə də cavabımız 7 ədəd olacaq. Y bəndi. Bəziləriniz buradan gəlinciyi də götürə bilərsiniz çaşıb, amma olmaz. Gəlincikdən bax bura gəlir. Gəlincik özü necə deyim, ikinci konsument falan deyil yəni. Oxların işarəsinə diqqətlə baxmaq lazımdır. Yəni bizim cavab versiyamız nə oldu? Y bəndi oldu, 7. Gəldik üçüncü suala. Üçüncü sualda bizə deyilir ki, doğru fikri seçin. Leykoz irsi qan xəstəliyidir. Yəni e, irsi qan deyil axı, nəsildən nəslə ötürülmür axı bu. A bəndi getdi. Qanın zəif laxtalanmasıdır? Xeyr. Cinsi xromosomla ilişikli keçir? Xeyr. Hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır? Xeyr. Qırmızı sümük iliyində daha çox leykozitlərin sintez olunmasıdır? Bəli. Cavabımız Y bəndi olacaq 3-cü sualda. Gəldik 4-cü suala. Deyir ki, şəkildə verilən damarları böyük və kiçik qan dövranına aid olmasına görə qruplaşdırın. Gəlin damarların adını yazaq. Deməli, 4 və 6 ağciyər venası. Bunların ikisi sağ ağciyərdən, ikisi sol ağciyərdən gəlir. 5 burada aşağı boş venadır. 1 isə yuxarı boş venadır. 2 aortadır. 3 isə ağciyər kötüyüdür. Artıq bu ağciyər kötüyü gəlib ağciyər arteriyasına keçir. Ağciyər kötüyü kimi qeyd edir. Heç bir şey olmaz. İndi bunlardan böyük qan dövranına aid olanlar 1'dir yuxarı boş vena, 5'dir aşağı boş vena ve 2'dir aorta. 1, 2, 5 C variantında bu var. Kiçik qan dövranına da aiddir. 3 ağciyər kötüyü, 4 ve 6 aşağı boş venalar. Yani bu da C bəndi olduğunu bizə göstərir cavabımız. Beşinci sualda
Aha. Gəldik. Deyir ki, 5 rəfinənin qan qrupu testlərinin nəticəsi aşağıdakı cədvəldə verilmişdir. Natamana, natamana e, anti-anlı töküblər çökmə olmuyor. Anti-beni töküblər çökmə olmuyor. Anti-deni töküblər çökmə olub. Demək ki, nataman birinci qrup RH müsbət qan qrupuna sahibdir ki, D antigeni var imiş orada. Antitel onu çöktürüb. İlahiyə gələndə anti-A-nı töküblər, çökmə olub. Deməli, A antigeni var. İkinci qan qrupunun üzə çıxa bilər. Anti-B-ni töküblər, çökmə olmayıb. Anti-D-ni töküblər, çökmə olub. Demək ki, burada RH müsbəti də var. Elədir. İlahi oldu nə? 2 müsbət. Dürdaniyə anti-A-nı töküblər, çökmə olmayıb. Anti-B-ni töküblər, çökmə olubsa, demək ki, B antigeni var. Anti-D-ni töküblər, çökmə olmayıbsa, deməli bu RH mənfidir. Antitel yoxdur. Antigen yoxdur, üzr istəyirəm. Antigen yoxdur. Könülə baxdığımız zaman anti-A-nı töküb çökmə olub, anti-B-ni töküb çökmə olubsa, demək ki, bu AB qan qrupuymuş və anti-D-ni tökəndə çökmə olmayıbsa, demək ki, RH mənfiymiş burada. Fəxriyyədə anti-A-nı töküblər, çökmə olmayıb, anti-B-ni töküblər, çökmə olubsa, B antigeni var imiş, anti-D-ni töküblər, çökmə olubsa, RH müsbət imiş. Bunlara baxdıq. Deyir, bu testlərin sonunda 5 rəfiqəyə verilən qan qrupu kartlarında bu məlumatlar yazılıb. Hansı rəfiqənin kartında yazılan qan qrupu doğru yazılmamışdır? Natavan 0 RH müsbət yazılıb. Burada da 0 RH müsbəti gördüm mən. Doğrudur. İlahidə A RH müsbət almışıq. İlahiyə B RH müsbət yazılıb. Səhvdir. Dürdaniyə B RH mənfi yazmışıq. Dürdanə B RH mənfi verilib. Doğrudur. Könülə AB RH mənfi yazmışıq. AB RH mənfidən çıxıb. Bu da doğrudur. Fəxriyyədə B RH müsbət yazmışıq. B RH müsbət də çıxıb. Bu da doğrudur. Yəni bizim cavab versiyamız ilahə olacaq. D bəndi. Davam edirik 6-cı sual ilə. İnsan bir sakit halda en qədər tənəffüs aktı etmişdir. En qədər tənəffüs aktı demək, bir tənəffüs hərəkəti, iki tənəffüs aktıdır. Ona görə biz buradan nə edəcəyik? N bölünsün 2 qədər yazacağıq tənəffüs hərəkətinə. Tənəffüs aktının sayı, tənəffüs hərəkətinin sayından 2 dəfə çox olur. Ona görə. Bu müddət ərzində onun ağciyər kapilyarlarından qana keçən oksigen qazının miqdarı xaric edilən havadakı karbon qazının miqdarından nə qədər çoxdur? Bir tənəffüs hərəkətində qana keçən oksigenin miqdarı 25-dir. Xaricə çıxan karbon qazının miqdarı isə 20-dir. Bu nə qədər çoxdur? 5 santimetr kub. Bir tənəffüs hərəkətində tənasübümüzü quraq. 5 santimetr kub çoxdursa, bəs n bölünsün 2 qədər tənəffüs hərəkətində nə qədər çox olacaq? X bərabərdir 5 vurulsun n bölünsün 2-yə, o da eləyir 5n bölünmüş 2. Yəni cavabımız Y bəndi olacaq bizim 6-cı sualda. Gəlirik 7-ci suala. Bizə deyir ki, qurbağa skeletində şəklə əsasən ətrafların skeletinə aid olmayan sümükləri seçin. Təbii ki, ətraflara aid deyilsə. Baxırıq. 4 nədir? 4 kəllə sümüdür də. Aydındırmı? 3 gövdə fəqərəsidir. Onurğa fəqərəsidir. Elədir? Onurğa fəqərəsidir. 5 kürək sümüyüdür. Bax, bunu götürməyəcəyik. Niyə işarəliyəm? Bir dəqiqə. 5 kürək sümüyüdür. Ətraflara aid. Sonra 6 sait hissədir.
7 pəncədir. 7 pəncədir. 8 döş sümüyüdür. 9 but sümüyüdür. 10 baldır sümüyüdür. Bir quyruq sümüyüdür ki bunu bir yox üzr istəyirəm 2 quyruq sümüyüdür ki bunu götürəcəyik. Bir isə çanaq sümükləridir. Aid olmayanlar hansı oldu? 2, 3, 4. Yəni bizim cavab versiyamız olacaq A bəndi. Bu şəkildə qeyd edilmiş oldu. Gəldik 8-ci sual. 8-ci sualda bizə deyilir ki, erkək qızının fərdi inkişafı zamanı hansı strukturlarında həm haploid, həm də diploid xromosom yığımına malik hüceyrələrə rast gəlinir? Kökümsal gövdə yalnız diploiddir. Yarpaqda meyoz getdiyinə görə həm 2N, həm də N xromosom dəstinə malik hüceyrəni görə bilərik. Protalda özü haploiddir. Amma mayalanıb zigot əmələ gətirdiyinə görə diploid hüceyrələr də var. Qutucuq isə özü 2N xromosom dəstinə malik olur. Cavabımız 2 və 3 olaraq götürüləcək. B bəndi. Davam edirik. Davam edirik. 9-cu sual ilə. Dişi heterogamet canlının toxumluq və yumurtalığının yetişmə zonasına bərabər sayda hüceyrə daxil olmuşdur. Dişi heterogamet ise dişilər XY'dir. Erkəkləri bunun olur XX. Tamam. Deyir, əgər sonda alınan Y cinsi xromosomlu yönəldici cisimciklərin maksimum sayı 16 ədəd olarsa. Baxın, burada diqqət eləməli olduğunuz şey nədir? Y cinsiyyət xromosomlu yönəldici cisimciklərin sayı 16 ədəddirsə, bütün Y-lər hardadır? Yönəldici cisimciklərdədir. Gəlin baxaq. Biz nə demişdik? Dişi heterogamet fərddə bir dənə gamet alınıb, 3 dənə də yönəldici cisimcik alınıb. Y cinsi xromosomlu yönəldici cisimciklərin maksimum sayı dediyinə görə mən gameti X götürürəm, yönəldici cismi birin X götürürəm, 2 dənəsini isə Y götürürəm. Səbəbim var. Niyə görə? Y-lər deyir ki, maksimum sayda yönəldici cisimcikdə olsun. Siz burada gördünüz ki, bir dənə başlanğıc hüceyrədən əmələ gələn 2 dənə yönəldici cisimcikdə Y cinsiyyət xromosomu oldu. Bəs neçə başlanğıc hüceyrə daxil olanda 16 yönəldici cisimcikdə Y cinsiyyət xromosomu olacaq. X bərabərdir 8 dənə başlanğıc hüceyrə. Deyir ki, toxumluq və yumurtalıqlarda cəmi neçə hüceyrədə qütblərə yalnız X-a malik xromosomlar çəkilmişdir. Gəlin baxaq. Gəlin baxaq. Bax, dişi fərd üçün baxaq. Əvvəlcə sonra erkək fərd üçün baxacağıq. Dişi fərddə meyoz bölünmə zamanı başlanğıcda XY cinsiyyət xromosomlu hüceyrələr olur. Bunlar birinci anafazaya çatanda X cinsiyyət xromosomu bir qütbə, Y cinsiyyət xromosomu bir qütbə çəkilir. Buradan 2 dənə hüceyrə yarandı. Birinci meyozdan. Telofazada. Birində X cinsiyyət xromosomu oldu. Birində Y cinsiyyət xromosomu. Və bunlar ikinci anafazaya gələn zaman burada elə gördüyünüz kimi bir dənə hüceyrədə qütblərə X cinsiyyət xromosomları çəkildi. Düz indi burada bir xromatidli olur. Mən X cinsiyyət xromosomu kimi X yazıram ki, biləsiniz. Amma digər hüceyrədə, ikinci anafazada isə qütblərə Y çəkilir. Demək, dişi fərddə, dişi heterogamet fərddə meyoz bölünmə zamanı nə oldu? Yəni, burada yetişmə zonasından danışırıq. Zaten meyoz bölünmədə qütblərə bir başlanğıc hüceyrə daxil olanda bir hüceyrədə qütblərə X cinsiyyət xromosomu çəkilmişdir.
8 başlanğıc hüceyrədə daxil olubsa, 8 hüceyrədə qütblərə yalnız X cinsiyyət xromosomu çəkiləcək. Demək, dişidə oldu nə qədər? 8 hüceyrədə bu proses. Bu proses. Erkək üçün baxsaq, erkək onsuz da XX-dir. Bunun birinci meyozun birinci anafazasında qütblərə elə bu X cinsiyyət xromosomları çəkiləcək. Buradan birinci telofazadan 2 dənə hüceyrə əmələ gələcək ki, hər birində X cinsiyyət xromosomu var. Və bunlar ikinci meyoza daxil olanda, ikinci anafazada da hər bir hüceyrədə qütblərə bax bu X cinsiyyət xromosomu çəkiləcək. İki hüceyrənin ikisindələr. Buradan da onu görürük ki, biz erkək fərd homogamet olduğuna görə, XX olduğuna görə toxumluğun yetişmə zonasında meyoz bölünmədə 3 hüceyrədə, birinci anafazada 1 hüceyrə, ikinci anafazada isə 2 hüceyrədə qütblərə X cinsiyyət xromosomu çəkilir. Bir başlanğıc hüceyrə daxil olduğu zaman 3 hüceyrədə çəkilmə baş verirsə, qütblərə yalnız X cinsiyyət xromosomları. 8 başlanğıc hüceyrəyə nə qədər olacaq? X. X də bərabər oldu burada 24-ə. 24-ə. 24 dənə erkəkdə oldu, 8 dənə dişidə oldu. 24-ün üzərinə mən 8-i gəlirəm, cavabım eləyir 32. 32. Yəni 9-cu sualın cavabı A bəndidir. A bəndi. Çox gözəl bir məsələdir. Çox gözəl bir məsələdir. Çox dərin düşünülüb məsələdə və çox çətin bir məsələdir. Başa düşməyən müəllimlər və yaxud da abituriyentlər dəfələrlə baxsın. Hər bir şeyi açıqlaması ilə burada çəkdim. Yəni, indi sual bilmirəm, Camal müəllimindir, yoxsa Könül müəllimənindir. Kim yazıbsa sualı, Allah zehninə qüvvət versin. Çox gözəl bir testi, çox gözəl bir sualdır. Bu şəkildə izahatımızı verdik. Gəlirik 10-cu suala. Məncə elə bu testin ən çətin sualı bu olmalı. 10-cu sualda. Cədvələ əsasən X-in yerinə yazıla bilər skelet hissəsi X, canlı insan verib skelet hissəsi X-də birləşmə əmələ gətirdiyi sümüklər yalnız onurğa sütunudur. Aha, yuxarı ətraf skeleti onurğa sütunundan birləşmir, döş sümüyü ilə birləşir. Ona görə biri aid edə bilmədik. Kəllə skeleti bəli, yalnız onurğanın birinci boyun fəqrəsinə birləşir. Döş qəfəsi xeyr, körpücüyə də birləşir. Yalnız onurğaya birləşmir. Aşağı ətraf skeleti bəli, yalnız onurğaya birləşir, oma şöbəyə. 12-ci cüt qabırğalar bəli, bunlar da yalnız onurğaya birləşir. Cavabımız 2, 4, 5. Yəni C bəndi olacaq 10-cu sualın cavabı. 11-ci sual. Mədə-altı vəzisi normal fəaliyyət göstərən insanın nazik bağırsağında bitki yağlarının həzmi pozulmuşdur. Buna səbəb nə ola bilər? Biz bilirdik ki, yağların mübadiləsinin pozulması iki orqandan asılıdır. Mədə-altı vəzindən və ötük hissəsindən. Yəni ötdən, ötük hissəsi deyəndə ötdən asılıdır, o da qaraciyər demək. Yəni burada da xlor turşusu xeyir, ağız suyu xeyir, mədə seliyi, zəif razonu xeyir, qida çatışmamazlığı xeyir, amma öt sintezinin qaraciyərdə pozulması, bəli, yağların həzminin pozulmasını gətirib çıxarır. Cavabımız B bəndi. 12-ci sual. Uyğunluğu müəyyən edin. İki başlı əzələdir. Bükücü əzələlər iki başlıdır. Yəni, biri aid elədik A, D. Üç başlı əzələdir. Bazunun açıcı əzələsi B. Dörd başlı əzələdir. Budun açıcı əzələsi C. AD, BC. Yəni 12-ci sualın cavabı A bəndi. 13-cü sual. Sürünənlər sinifinin nümayəndəsi olan erkək fərdin, erkək fərd deyəndə sürünənlərdə XX çünki dişi heterogametdir.
Bir somatik hücresinde autosom kromosom müxtəlifliyi n olarsa, haploiddən bir ədəd azdır bu. Eyni növdən olan dişi fərdin somatik hücresinin xromosom müxtəlifliyi neçə olar? Bu da dişi fərddə heterogametdir, XY-dir. Bunun somatik hücresinin müxtəlifi haploiddən bir ədəd nədir? Çoxdur. Haploiddən bir ədəd az autosom xromosomu. Bir ədəd çox isə somatik hücrenin xromosom müxtəlifliyi olur. Elədir. Ona görə mən nə edəcəm? N-in üzərinə 2-ni gələcəm. 2 ədəd fərq var aralarında. Haploiddən biri bir ədəd azdır, biri bir ədəd çoxdur. Eləyə bilməyənlər rəqəm qoysun yerinə. Cavabımız C bəndə olacaq. 13-cü sualda. 14-cü sualda. Ayağımıza tikan batan zaman dərhal ayağımızı geri çəkirik. Nəticədə əmələ gələn ağrını nə zaman hiss edirik? Ağrını nə zaman hiss etməliyik? Gedib beynimizə çatmalıdır, analiz falan olmalıdır, sonra ağrını hiss etməliyik də. İmpuls sinir sistemindən mərkəzi sinir sistemindən keçərkən cavabımız D bəndi. 15-ci sualda. İnsan orqanizmində normal bətəndaxili inkişafın rüşeym dövrü. Rüşeym dövrü. Uşaqlıq borusunda başlayır? Xeyr. Uşaqlıqda başlayır. Hamilənin 3-cü ayının sonunda başa çatır. 2-ci ayın sonunda başa çatır. 3-cü ayda yox. Bu da səhvdir. Rüşeymin əmələ gəlməsi ilə başlayır. Rüşeymin yox. Rüşeymin əmələ gəlməsi, yəni bu mayalanmadan əmələ gəlir rüşeym. Yəni zigot. İmplantasiyadan başlayır. Bu da səhv bir fikirdir. 3 ay davam edir, xeyr, 2 ay davam edir. Uşaqlıqda başlayır, bəli, implantasiyadan başlayır. Cavabımız Y bəndi. Gəldik, yəni ki, bir ağır məsələ tipi də bu olar. İndi görək, amma inanmıram ki, bayaqçı ontogenez məsələsi ilə eyni tipdə ola bilər. DNT molekulunda ölçüsü adenin nukleotidinin ölçüsünə bərabər olan nukleotidlərin sayı ümumi nukleotidlərin 15%-ni təşkil edir. Ölçüsü adenin nukleotidinin ölçüsünə bərabər olan nukleotidlər deyəndə burada biz guanini nəzərdə tutacağıq. Guanini nəzərdə tutmuş olacağıq. Guaninin sayını bizə verib 15%. Onda sitozin də 15%-dir. 15%-dir. 30% getdi, adeninə qaldı 35%, timinə də qaldı 35%. Cəmi 100% eləməliydi də. Bizə deyir ki, 2 qat hidrogen rabitələrinin sayı 140 olarsa, 2 qat hidrogen rabitələrinin sayı zaten adenin və timinin sayını bizə göstərir. Adenin və timinin sayını bizə göstərir. Yəni 140 dənə adenimiz bizim 35%-dirsə, 15%-i buradan tapa bilərik. X bərabərdir. 140-ı vuraram. 15% guanin və sitozinitdə 15-ə bölərəm 35-i. Bu da eləyər 60. 60. Yəni mənim adenimin sayı timinə bərabərdir. Bu da 140 dənədir. Guanimin sayı da sitozinə bərabərdir. Bu da 60-a bərabərdir. Bir molekulun ümumi kütləsi neçə olar? Cəmlədiyimiz zaman burada 2 dənə 140, 2 vurulsun 140, üstə gəlsin 2 vurulsun 60, bu da eləyir 280, 120, 400 dənə nukleotid. Və hər birinin də kütləsi 300 atom kütlə vahidinə bərabər olduğuna görə 400-ü də vuracağıq 300-ə, cavabımız olacaq 120 min. Yəni B bəndi olacaq 16-cı sualın cavabı. Sadə məsələ idi, çətin məsələ deyil. Uyğunluğu müəyyən edin.
Uyğunluğu müəyyən edin. Geoloji dövrlər verib. Silur, Devon, Trias. Meydana çıxan hadisələr. İlk çənə ağızlı onurğalılar təbii ki, Silurda meydana çıxmışdır. Milçök sisteminin meydana çıxması Devonda idi. Diafraqmanın əmələ gəlməsi ilk məməlilərdə Triasda idi. Hava ilə tənəffüs orqanlarının meydana çıxması. Bu oje götürülməlidir Silur dövründə. Çünki onurğalılar artıq, onurğasızlar artıq quruya Silurda çıxıblarsa, hava ilə tənəffüs orqanları buradan meydana çıxmalıdır. Yəni, D-ni aid elədik birə. İki qan dövranının meydana çıxması, iki qan dövranında Devon dövründə meydana çıxdığına görə qurbağada bunu da aid elədik Y-yə. 1'e AD, 2'ye BC, BY, 3'e ise C aittir. Yani 17. sualın cevabı A bəndə olacaq. Gəldik 18-ci suala. Antropogen geoloji dövründən sonra təbii seçmənin hansı forması zəifləmişdir? Stabilləşdirici seçmə. Zəif. Stabilləşdirici seçmə. Çünki yeni formalar əmələ gətirib insan suyunu yolla. Onun üçün cavabımız C bəndə. 19-cu sualda bizə deyilir ki, cədvələ əsasən A və B cəmini tapın. A plus B cəmini tapın. Ulotrixdir, cinsi çoxalma prosesində iştirak edən bitki ulotrix verib. Yaranan zigot sayını A veribdir. Zigotdan yaranan sporların xromosom dəsti 32N-dirsə, mayalanmada iştirak edən qametlərdə qamçıların sayını B veribdir. Biz bilirdik ki, burada 2 dənə qamet, bundan bir dənə zigot, bundan da 4 dənə spor əmələ gəlmiş olur ki, 4 dənə də yetkin fərdə, qamçısı spor yaranır ki, 4 dənə yetkin fərdə başlamağınız verirdi. İndi sporlar haploid idi və hər biri N xromosom dəstinə malikdir. Zigotdan yaranan sporların xromosom dəsti 32-dirsə, demək ki, 32 dənə də sporumuz var. Bir zigotdan 4 spor yarandığına görə neçə zigotdan 32 spor yaranar? 32-ni vururuq 1-ə, bölürük 4-ə, 8 dənə zigot tapırıq. Mayalanmada iştirak edən qamet sayı nə qədər olar? 2 dənə qamet mayalanmada iştirak edəndə 4 dənə spor yaranır. Bəs nə qədər qamet iştirak eləsə, mayalanmada 32 spor yaranacaq. Tənasıb qursaq 2-yə 4, 2-yə 4, x-a da 32. X deyəcək 16 qamet. 16 qametin hər birində də 2 qamçı olur. 16-nı da 2-yə vuranda 32 elədi B-imizin qiyməti. A plus B-nin qiyməti nəyə bərabər olacaq? 8-in üstünə 32-ni gələcək, eləyəcək 40. Yəni A bəndi. Gəldik 20-ci sualda. Doğru ifadələri seçin. Həzm kanalından kənarda yerləşən həzm vəzilərinin, bunlar hansılardır? Qaraciyər, mədəaltı vəzi, ağız suyu vəziləri. Axarları bədən boşluğuna açıla bilər. Bəli, ağız boşluğuna ağız suyu vəziləri açılır. Birinci fikir doğrudur. Axarları orqan boşluğuna açıla bilər. Əlbəttə ki, nazik bağırsağa, qaraciyərin, mədəaltı vəzinin axarı açılırdı. Fermentlərin, vitaminlərin parçalanmasına səbəb olur. Xeyr, vitaminlər parçalanmadan bədənə sorulur. Fermentlərin karbohidratları parçalaya bilər. Bəli, ağız suyu vəzilərində, mədəaltı vəzidə karbohidrat parçalayan fermentlər var. 5-də isə deyir, fermentlər peptid rabitənin qırılmasına səbəb ola bilər. Eynən, mədəaltı vəzidə züraları parçalayan da ferment var da tripsin. Yəni, ona görə bu da doğrudur. Cavabımız 1, 2, 4, 5. Yəni, B bəndi olacaq 20-ci sualın cavabı. Gəldik 21-ə. 21-də bizə xloroplast göstəribdir. Deyir ki, şəkildəki orqanoidin xüsusiyyətləri hansılardır? Tərkibində kristlər var. Krist yoxdur, qranlar var. Qeyri-üzüm maddələrdən üzüm maddə sintez edir. Bu doğru bir fikirdir. Fotosintez edir. Zülal sintez olunur, ribozom var tərkibində olunur. 3 aləmin nümayəndələrində rast gəlinir. Xeyr, sadəcə bir aləmin
nümayəndələrinə rast gəlinir. Membranlarında cəmi 2 lipid cərgəsi var. 2 lipid cərgəsi yox, 4 dənə lipid cərgəsi olmalı. Çünki 2 membranlı orqanoid idi. Bura mənfi yazmaq istəmişəm, müsbət yazmışam. Aha. Bu şəkildə 2-yə bölünməklə çoxalır. Bəli, halda şəkildə DNT-yə malikdir, 2-yə bölünməklə çoxalır. Cavabımız 2, 3 və 6 olacaq. Yəni A bəndi. 22-ci sualda protozoozları müəyyən edin. Protozooz nə idi? Bir hüceyrəli heyvanların törətdiyi xəstəliklər idi. Ankilostomoz helmintozlara aiddir. Enterobiyoz helmintozdur. Teniarixoz helmintozdur. Ona görə də cavabımız toksoplazmozu toksoplazma törədirdi. Leishmaniozu leishmania, liambliozu da liamblia törədirdi. 3, 5, 6, yəni cavab versiyamız olur D bəndi. 23-cü sualda insanda refleks köksünün 4-cü hissəsini əmələ gətirən neyron, yəni hərəkki neyronun aksonundan söhbət gedir. Ağ maddənin əmələ gəlməsində iştirak edir. Bəli, aksonların üzərində miyelin qışa var. Sinirlərin əmələ gəlməsində iştirak edir. Bəli, uzun çıxıntısı aksondur, iştirak edirdi. İmpulsları bilavasitə hissi neyrondan ala bilər. Sadə refleks köksündə ala bilər də, niyə almasın ki? Hərəkət neyron impulsları bilavasitə ala bilər hissi neyronla, sadə refleks köksündə. Sinir impulslarını bir istiqamət götürür, bəli, mərkəzi sinir sistemindən işçi orqana doğru. Yəni bunların hamısı düzdür. Yəni Y bəndidir cavabımız. 24-cü suala gəlirik. Qrafikə əsasən verilənlərdən hansı doğrudur? Davam etmə müddəti verib geoloji eralar verildi. Baxırıq ki, burada ən uzun davam edən Y-dir. Demək ki, bu proterazoidur. Ondan biraz az davam edən arxeydir. Biraz deyəndə harasa bir 2 dəfə azdır. Sonra paleozoy, sonra mezozoy, ən azı isə kaynozoid. Aha. İndi gəldik. Bir A geoloji erasından sonra doğrunu istəyir. Yeni tip meydana çıxmadı. Yeni tip meydana çıxmadı. Zaten bu proterazoidan sonra yeni tip meydana çıxmayıb. A yox, Y yazılmalıdır. Heyvanların heyvanların ən cavan sinfi nümayəndəsi C geoloji erasında meydana çıxdı. Ən cavan heyvan sinfi təbaşir dövründə quşlar idi. O da mezozoik erasındadır. C-ni paleozoik göstərmişik biz. Burada B yazılmalıydı. Mezozoik. C-dədir ki, D geoloji erasında, yəni arxeydə bütün orqanlar sistemi mövcud oldu. Yəni bu doğru deyil. Bu doğru değil. Arxeydə yox, bu paleozoida olmalıydı. Sümük sistemi falan filan hamısı yaranmışdı. C olmalıdır burada. D'dədir ki, Y geoloji erasında bütün aləmin nümayəndələr mövcud idi. Bəli, proterazoida bütün aləmin nümayəndələr var idi artıq. Y'dədir ki, B geoloji erasında süd vəzləri mövcud deyildi. Mezozoida süd vəzləri mövcud idi olmalıdır. Bu da səhvdir yəni. Ona görə cavabımız elə D bəndi olaraq götürüləcək. 25-ci sualda nöqtələrin yenə uyğun gələn cavabı yazın. Nöqtə-nöqtə mutasiyalar əksər hallarda sitoplazmatik irsiyyətin dəyişilməsinə səbəb ola bilər. Sitoplazmatik irsiyyət sadəcə DNT-dən təşkil olunduğuna görə mitoxondrida və plastidlərdə və DNT-nin üzərində də sadəcə nukleotidlər ola bilər. Nukleotidlərin ardıcıllığının dəyişilməsi falan filan gen mutasiyalardır. Onun üçün cavabımız A bəndi olacaq. 26-cı sualda. Deyir ki, şəklə əsasən verilən ifadələrə görə A, B, C, D-nin cəmini tapın.
Qanı tənəffüs orqanından arteriya damarına keçən canlıların sayı. Bu bir dənədir. Balıq. Qan dövranının sayının embriyonal inkişaf dövründə artan canlıların sayı. Bunlar sürünən quş məməli idi ki, burada da 4 dənə fərq var burada, ona aid. 4 dənə canlı var. Gövdə skeletinə aid döş sümüyü olan canlıların sayı. Gövdə skeletinə aid döş sümüyü olan canlıların sayı. Hə, yenə sürünən quş və məməlini götürməliyik burada. Timsah, qartal, pələng və dovşanı götürəcəyik. Bunun da sayı 4 elədir. Postembriyonal inkişaf dövründə borluq sümüyü əmələ gələn canlıların sayı bir dənədir, o da qurbağadır. Cəmlədiyimiz zaman nə eləyəcək cavabımız? C bəndi 10. 27-ci sualda verilən qarşılıqlı münasibətlərdən hansı aşağıdakı sxemə uyğun olar? Fərd sayı sabit, biri sabitli, neytraldır, görürsünüzmü? Dəyişmir. Digərinin isə artmasına səbəb olur. Müsbət, neytral. Bu nədir? Komensalizmdir. At pıtrağının qoyunu tükünə yapışaraq yayılması. Cavabımız B bəndi oldu. 28-ci sualda doğru cavabları seçin. Heyvanlar aləminin nümayəndəsi veribdir və deyir ki, atomların birinci növ miqrasiyasında iştirak edə bilər. Ümumiyyətlə, heyvanlar aləminin nümayəndələri hər üç növ miqrasiyanın üçündə də iştirak edə bilərlər. Doğrudur. Parazit həyat tərzi keçirə bilər, doğrudur. Xarici parazit ola bilər, ektoparazit niyə olmur ki? Tip zəlisindən tutmuş, gənə, sonra deyək ki, bit, birə niyə olmur ki? Elə qəşəngdə olar ki. Atomlar üçüncü növ miqrasiyasında iştirak edə bilər. Bəli, insan heyvanlar aləminə aiddir, nümayəndəsidir və üçüncü növ miqrasiyanı həyata keçirə bilir. Xemotrof canlı ola bilər, xeyir. Çox hüceyrəli produsent ola bilər, xeyir. Simbiyoz həyat tərzi keçirən canlı ola bilər. Əlbəttə ki, heyvanlar da simbiozluq əmələ gətirir də. Niyə əmələ gətirməsin ki? Əmələ gətirir. Ən adicə elə insanın özündə bağırsaq çöpləri. Simbiyoz həyat tərzi keçirən canlı, məsəl üçün insan. Bağırsaq çöpü ilə yaradırdı simbiyozu. Yəni cavabımız 1, 2, 3, 4, 7. Yəni A bəndi olacaq 28-ci sualın cavabı. 29-cu sual. Yenə bir ontogenez sualıdır. Deyir, kərtənkələnin yumurtalığının XY-dir. Yetişmə zonasına daxil olan hüceyrələrin bölünməsi zamanı əmələ gələn Y cinsi xromosomlu gametlərlə Y cinsi xromosomlu yönəltici cisimciklərin sayı bir-birinə bərabərdir. Aha. Hə, bax bu nə deməkdir? Bu da bu deməkdir. XY-dir. Başlanğıc hüceyrə bir dənədir. Bu bizim etalonumuz da. Bir dənə qametdir, 3 dənə də yönəltici cisimcikdir. Qameti Y götürürəm, yönəltici cismin birin Y, X-in XX götürürəm. Gördünüz mü? Bu qametdir. Bunlar isə yönəltici cisimcikdir. Bu şəkildə. İndi əgər yetişmə zonasının sonunda cəmi 36 yönəltici cisimcik alınarsa, bax nə görürsünüz? 3 dənə yönəltici cisimcikdən bir dənəsi Y-dir. 36 dənə məsələmizdə yönəltici cisimcik verildi. Elədir? Bundan nə qədər Y cinsi xromosomlu yönəltici cisimcik alınacaq? X bərabərdir 36-nı 1-ə vurub 3-ə böləndə 12 dənə Y cinsiyyət xromosomlu yönəltici cisimcik tapdınız. Bunun sayı da qametə bərabər olduğuna görə elə 12 dənə qamet olur. Və dişi fərddə baxırıq ki, qamet sayı başlanğıc hüceyrə sayına bərabər olduğuna görə 12 dənə də başlanğıc hüceyrə var. İndi deyir ki,
Qametlərin neçəsi erkək fərdlərin əmələ gəlməsində iştirak edir? Heç biri. Çünki bütün qametlərin hamısı Y cinsiyyət xromosomudur. Bu Y də dişi kərtənkələdə olur. Onun üçün elə bizim cavab versiyamız 0 olacaq. Yəni Y bəndi. Y bəndi. Hə, adamı ən çox əsəbləşdirən və yandıran şeylərdən biri budur ki, bu boyda iş görəsən, gələsən axırda cavabın 0 çıxar. 30-cu sualda parapitek veribdi. Ondan hippon, hippon, orangutan, driopitek başlanğıc götürür. Driopitek də başlanğıc veribdi Avstralopitek. Aha. Baxaq indi. Deyir, yanlışdır sistemə əsasən verilənlərdən. Niyə görə? Bax, orangutanla driopitekin yerin fərqini götürməliyəm. Çünki orangutan çox şaxədir, heç nəyə başlanğıc vermir. Amma driopitek avstralopitekə, qorillaya, şimpanzəyə başlanğıc verir. İndi baxaq. Deyir ki, Y canlıları səmti müəyyən edə bilmirdilər. Niyə? Driopiteklərdə ilk dəfə səmti təyin edə bilmə qabiliyyəti yaranmışdı. Bir, səhvdir, götürürük. İkidə deyir ki, X canlısının döş qəfəsi sümüklərinin sayı insanın döş qəfəsi sümüklərinin sayına bərabərdir. Bu doğrudur. Orangutanda da, insanda da 37 dənə döş qəfəsində sümük olur. Doğru olduğuna görə götürməyəcəyik. Üçüncüdə deyir ki, Z yastı döş qəfəsi kəllənin hamar olmasına görə insana bənzəyir. Z. A, bu hipponun xüsusiyyətidir. Ona görə doğru deyil, götürəcəyik. Dörddə deyir ki, Z insanın bilavasitə əcdadı ola bilər. Bəli, avstralopitek bilavasitə insanın əcdadı ola bilər. Doğrudur, götürülür. Beşdə deyir ki, X canlısının beyin həcmi 1100 sm kubdur. Orangutanın beyin həcmi 1100-dür. Tekantrof falandır olsun. Xeyr, elə bir şey yoxdur. Səhvdir də, yəni səhvdirsə götürəcəyik. Yanlışı istəyir axı bizdən. 6-da da deyir ki, Y canlısı özünü müdafiə etmək üçün əmək alətləri düzəltmişdir. Y canlısı özünü müdafiə etmək üçün əmək alətləri düzəltmişdir. Xeyr, elə bir şey də yoxdur. Bu da səhv bir fikirdir. Cavabımız 1, 3, 5 və 6 olacaq 30-cu sualda A bəndi. Sualları daha öncə baxmamışam deyə, birbaşa həll edirəm deyə, həyəcanlana, həm də necə deyim, təəccüblənə fikirləri gördükcə maraqlı gəlir fikirlər. Həqiqi qəşəng testlərdir. Kim almayıbsa, kim istifadə etməyibsə, mütləq şəkildə almağı tövsiyə edirəm. Yəni, kitaba verilən pul heç vaxt itmir ümumiyyətlə. Yaxşıdır ki, yəni, alasız, istifadə eləyəsiz. Yəni, lazımdır. Gəldik, 31-ci sual. Artıq 10 dənə sual qalıb cəmi. 31-ci sual. Deyir ki, cədvələ əsasən A, B, C ifadələrinə uyğun gələn variantı seçin. Turpdur, çiçək qrupu nədir? Sadə salxım. A sadə salxım olan B-də var, D-də var. Всё. Vavilova görə mənşə mərkəzi Aralıq dənizi, çiçək strukturu elementlərinin cəmi, çiçəyin struktur elementlərinin cəmi. K4, L4, Y6, D1, 15 dənə, bir dənə çiçək yatağı, bir dənə çiçək saplağı 17 dənə. C-də 17 oldu. Yəni cavabımız B bəndi. 32-ci sualda hansı variant doğrudur? Böyrəkli bəzən hormonları qanda qlikozanın miqdarını azaldır yox, artırır. A bəndi səhvdir. B bəndindən qalxana bənzər vəzi hormonu infeksiyon xəstəliklərə qarşı müqaviməti artırır. Bu doğru bir fikirdir. Yəni səhv bir fikir deyil. Səhv bir fikir deyil. Ha, azaldır yazıb burada da. Artırır olmalıdır. Ha, bu da səhvdir.
Timus vəzisi trioksin hormonu ifraz edir. Trioksin yox, timozin. Hipofiz vəzisi bioloji saat rolunu oynamır. Epifiz oynuyordu. Çəngələbənzər vəzinin hormonu vaxtına və cinsi yetişkənin qarşısını alır, doğrudur. Cavabımız Y bəndi. 33-cü sualda. Deyir ki, A bitkisi həm B, həm də C bitkilərinin yetkin fərdindən fərqlənir. Yetkin fərdinin cinsi nəsil olması. Yetkin fərdinin cinsi nəsil olması. Bu A bitkisi, yəni laminaria B və C bitkilərinin yetkin fərdindən fərqlənir. Yetkin fərdinin qeyri-cinsi nəsil olması. A. Buna görə qeyri-cinsi nəsil. Konturda gözlərim qaraldı. Qeyri-cinsi nəsil olmasına görə C-dən fərqlənmir. Məsələn. Ona görə birincini götürmədik. Vegetativ orqana malik olmaması ilə, bəli, bunu deyə bilərik. Xlorofilə malik olmamasına görə, yəni xlorofilə malikdir, yəni fərqlənmir. Rizoidlərin olması ilə, bəli, doğrudur. İnkişafının nəsil növbələşməsi ilə getməsinə görə xeyr, hamısında nəsil növbələşməsidir. Əlavə yan köklərinin olmasına görə, əlavə yan köklərinin olmasına görə qıcı onlardan fərqlənə bilərdi. Yəni, bu da xeyr. Cavabımız deməli, fərqlənir deyirsə 2 və 4 yalnız. 33-cü sualda D bəndi olmalıdır. 34-cü sualda deyir ki, X-in qiymətini tapın. Tənəffüs zamanı utduğu havada oksigenin həcmi N veribdir. Hər ikisində havadan istifadə etdiyi oksigenin maksimum həcmi veribdir. 180 quşa veribdir. X istəyir. Quşlar 80-90% oksigendən istifadə edirlər. Havadan istifadə etdiyi oksigenin maksimum həcmi. Aha. Demək, maksimum həcmi deyirsə, 90%-ni hesablayacağıq. 180-imiz 90%-dirsə, 100%-imizə x qoyacaq, bu eləyəcək. X bərabərdir 200-ə. Yəni, n-imizin qiyməti oldu 200. Bu da oldu 200. İt isə məməlidir. Məməli heyvanlar 20-25%-ni istifadə edir. Bunun da maksimum istifadə etdiyini deyirsə, 200 ml 100%-dir. 25-ini tapanda x qoyuram. X da eləyər 50 ml. Yəni, 34-cü sualın cavabı A bəndi. Gəldik 35-ci sual. Ana hemofiliyaya görə daşıyıcı və birinci qan qrupu. Ata isə sağlam və dördüncü qan qrupuna malikdir. Onların üçüncü qan qrupuna malik xəstə oğlan uşaqlarının doğulma ehtimalı nə qədərdir? Nə qədərdir? Yaxşı, baxaq görək. Ana 0-0-dır. Ata A-B'dir. Buradan ya A sıfır alınacaq, ya B sıfır alınacaq. Üçüncü qan qrupunun üzə çıxma ehtimalı 2-də 1 olur. Ana daşıyıcıdır. X böyük H, X kiçik H. Buradan da ata da sağlamdırsa X böyük H, Y-dir. Buradan alınır. Birinci ilə birincidən X böyük H, X böyük H, sağlam qız. Birinci ilə ikincidən X böyük H, Y, sağlam oğlan. İkinci ilə birincidən X böyük H, X kiçik H, daşıyıcı qız. İkinci ilə ikincidən X kiçik H, Y, xəstə oğlan. Bunun da alınma ehtimalı 4-də 1-dir. 2-də 1-i vuracam 4-də 1-ə. Bu da eləyəcək 8-də 1. Faizlə istədiyinə görə vuracam 100%-ə və cavabımı burada tapacam ki 12,5%. Yəni 35-ci sualın cavabı nə olmalıdır? A bəndi. Burada cinsiyyət xromosomları ilə işlədiyimizə görə
Ehtiyac yoxdur ki, biz oğlan istədiyi üçün 2-də 1-ə vuraq. Ehtiyac yoxdur. 36-cı sual. Şəkildə göstərilən canlının tərkibində ola bilməz. Şibyədir bu. Bunun tərkibində diri ola bilməz. Gəlin baxaq. Eukaryot konsument göbələkdə ola bilər. Eukaryot produsent yosun ola bilər. Prokaryot produsent göy yaşıl yosun ola bilər. Yəni siyanobakteriya. Rəng daşıyan xromatofor ola bilər. Xemosintez edici produsent ola bilməz. Cavabımız Y bəndi. Yəni xemosintez edici bakteriya olmur onun tərkibində. 37-ci sualda uyğunsuzluğu müəyyən edin. Orqan və orqanlar sistemi verilibdir. Formalaşdığı Rüşeyn vərəqini göstərildi. Sinir sistemi ektodermadan yaranır, doğrudur. Limfa sistemi mezodermadır, doğrudur. Dərinin bir qatı mezodermadır, ektoderma deyil, səhvdir. Qalxana bənzər vəzi endodermadır, dişi mina qatı ektodur, doğrudur. Yəni 37-ci sualın cavabı C bəndi. 38-ci sual. Verilən fikirlərdən hansı yanlışdır? İlk sidik qədəh bənzər kapsulda əmələ gəlir, doğrudur. Sidik axarları iki bədən boşluğunda yerləşir, bəli, qarın boşluğunda və çanaq boşluğunda. Son sidik qıvrım kanalcıqlarda əmələ gəlir, doğrudur da, qıvrım kanalcıqlarda geriyə sorulma nəticəsində əmələ gəlir, bu da doğrudur. Sidik hissəsinin həcmi 500 ml-dir, bəli. Sidik hissəsinin xarici qatı sayı əzələdən təşkil olunub, xeyir sıx birləşdirici toxumadan təşkil olunubdur. Ona görə cavabımız Y bəndi olacaq 38-dən. 39-cu sualda. Lianlar sarkodinlər sinfinə aiddir, qamçıllara aiddir. 4 cüt qamçı və sorucu diskə malikdir, doğrudur. Yoğun bağırsaqda parazit deyilir, xeyr. Nazik bağırsaqda parazit deyilir, yoğun bağırsağa da isə sista mərhələsində olur. Bu şəkildə. Helmintlərə aiddir, xeyr. Yəni bir hüceyrəli heyvanlara aiddir də. Həzm yolu ilə insana daxil olur, bəli, ağızdan daxil olur. Keçiriciləri səsə milçəklərdir, xeyr. Gigiyenik normalara əməl etmədikdə, yəni keçirdi. Bu, cavabımız 2 və 5 B variantı olmalıdır. 40-cı sualda, 40-cı sualda, atom filogenetik sırasında oxla göstərilmiş istiqamət üzrə verilənlərdən hansı yanlışdır? Bu neydi? Phenocodus, Eohippus, Merihippus, Hipparion, muasir at. Phenocodus'tan Eohippus'a doğrudur. Merihippus'tan Hipparion'a doğrudur. Eohippus'tan Merihippus'a doğrudur. Hipparion'dan muasir ata doğrudur. Eohippus'tan Hipparion'a birbaşa attan var. Yani burada ne var? Merihippus var. Ona göre cevabımız Y bəndi. Belə, əzizlərim, bu dəfəki test izahımızdan da bu qədər. Çox sağ olun. Bunu çox sağ ol sözünü mən bu testin müəlliflərinə demək istəyirəm. Həm Könül müəlliməyə, həm Camal müəlliməyə. Allah daim onlara zehin açıqlığı versin. Çox gözəl testlərdir. Xoşuma da gəlir. İzah etdikcə də həzz alaraq izah edirəm. Belə, hələlik müəllimlər, sağ olun, sağlıqla qalın.